Salam hər vaxtınız xeyir, dəyərli futbol azarkeşləri. Region Liqası çərçivəsində 8-də 1 playoff mərhələsində məhz Ramana futbol komandası ilə Mirbeyləqan komandası qarşı-qarşıya gələcək. Hər iki komandaya uğurlar arzu edirik. Qarşılaşmanın bol qollu məhsuldar keçməsi arzu olunan da mavi formalı, mavi ağ formalılar Ramana futbol komandası, məhz qırmızı formalılar isə Mirbeyləqan futbol komandası olacaq. Vaxt itirmədən heyətlərlə tanış olaq. Ramana futbol komandasının heyəti belədir. Qapıda 1 nömrə Mirağa Ağayev, 3 nömrə Fərəc Fərizəliyev, kapitan. 2 Həsən Ağa İsmailov, 7 Balarıza Qədirli, 8 İman İmanlı, 9 Fuad Hüseynov, 10 Səid Muradov, 11 Rəhim Nağıyev, 15 Ələddin Məmmədov, 17 Raqib Eyvazov, 18 Nurlan Dadaşov. Bu əsas heyət idi. Ehtiyat heyətdə tanış olaq. 4 Rafiq Həsanov, Nəsir Nəsirli, 6 Dərya Mirzəyev, 14 Əli Əliyev, 16 Zöhrab Bayramov, 20 Nirat Şaxtan İski. Olacaq məhz meydanda Baloğlan Həsənov sərəncam altında bu Ramana futbol komandası. Nəzərinizə çatdıraq ki, ötən həftə keçən qarşılaşmada 3-0 məğlub olmuşlar. Beyləqanda hər nə qədər də inamlı çıxış göstərsələr də qalibiyyət üçün bu yetərli olmamışdı. Görək bu qarşılaşmada bizi nələr gözləyir? Üstünlük qorunacaqmı Mirbeyləqan adına, yoxsa bir sürprizmi? İzləyəcəyik, bir geri dönüş maçı mı izləyəcəyik? Təbii ki də hakimin start bitindən sonra bütün cavabsız suallara cavab tapacağıq. Təbii ki, nominal meydan sahibləri Ramana futbol komandasıdır. Son hazırlıqlar gedir meydanda. Hər şey hazır olduqdan sonra artıq qarşılaşma baş tutacaq. Və bu da qarşılaşma start götürdü. Bu fair play-də izlədiyimiz. Təbii ki də meydanda bu cür gözəl hadisələrə şahidlik etmək çox gözəl bir duyğudur. Ev sahibləri start götürdü qarşılaşmaya. Daha bir fair play hərəkət izlədik. Rəhim Nağıyevin təzyiqi var Beyləqan oyuncularına. Nağıyevin müdaxiləsi qayda pozuntusuna yol açır. Standart vəziyyət Mirbeyləqan komandası adına yerinə yetiriləcək. Uzun oynadılar. Geri planda qarşılamaq mümkün oldu. Fuad Hüseynov sürətlənib topa. Mərkəzdə ikili mübarizəyə şahidlik etdik. Həsən Ağa İsmailov. Fuad Hüseynov istiqamətinə. Balarıza Qədirlidir. Topu ön istiqamətinə yollamağı bacaran Nağıyev. Sağ diaqonala ötürmə də gəldi ondan, amma yetərsiz qaldı. Fərəc. İman İmanlı ilə oynamışdı. Yenidən İman İmanlı. Ön istiqamətində komanda yoldaşına Allah gördü. Sağ şahdan Ramana hücumu, görüşünə bir zərbə. Səid Muradovdan başqası değildi. Top qapçıda qalır. Müdaxilələr yetərsizdir.
müdafiənin arasından çox əla sıyrılmağı bacarmışdı. Qeyvalzov ötürməsini verdi. Sərmə və qol. Hesab açılır. Nurlan Dadaşov. Bax, mən maçın başında bunu demişdim. Görəsən bir geri dönüş maçıdır mı bu? Yoxsa hesab qorunacaq mı? Qarşılaşma başlar-başlamaz hesab açılır. Nurlan Dadaşov. 1-0. Ümumi hesab isə artıq 3-1-də. Qalibiyyət üçün heç yetərli bir hesab deyil. Fuad Hüseynov. Ən geriyə. Fərəc istiqamətinə. Və Mirağa Ağayevdə qalır top. Sol çınaqda Əsən Ağa İsmailova əla görmüşdü indi Balarsa. Yenidən Fərəc. Rafiq Əsənov. Müdaxilə etmişdi, amma referi qarşılaşmanı dayandırır. Emil Beyləqan və Ramana futbol komandaları 8-də 1 final görüşünün məhz cavab görüşündədirlər. Komanda yoldaşları bir-birlərlə toquşdu. Özünü çatdırasa təhlükəli ola bilər Əsən Ağa İsmailov. Ötürmək keçmədi. Kamal. Milli Beyləqan komandasının qocaman kapitanı. Qapıçını keçmək mümkün oldu, amma son anda İmanlı, inamlı oynuyor. Soyadının haqqını verir. Keçid vermədi Milli Beyləqan oyuncularına. Daha bir həmlədə isə bu səfər Fərəc Fərzəliyev izlədik. 2 həmlədə keçid vermədilər. Taç atış yerinə ötürəcək. Kameranı yan tutmaq mümkün deyil. Çünki 3 telefondan çəkilir, bayaq 2 telefondan çəkilirdi deyə məhz yan tutmaq mümkün olurdu. Amma indi 3 telefonla var deyə yan tutmaq olmur telefonu. Nəzərinizə çatdırın. Ramana bəli 1-0 öndədir, amma ümumi hesab isə Milli Beyləqan komandasının xeyrinədir. Geri planda topu qazanmağı bacardılar. Gəlişinə bir zərbə də gəldi qapıya, amma çərçivənin yan keçir. Biləsular 8-2'lik səhv etmirəmsə qalibiyyətlə sonlandırdı qarşılaşmanı. Səid Muradov. Top hələ də ondadır. Sağ çınaqda sürətlənib. Qarşısı alınır Kamal tərəfindən. Fuad Hüseynov ön istiqamətlə oynadı. Daha bir əmlənin qarşısı alınır Milli Beyləqan tərəfində. Raman oyuncularında da təzyiq var. Balarza topu qopartmağı bacarır. Daha doğrusu səhvimi düzəldi. Balarza deyil. Fuad Hüseynov idi. Əsən Ağa İsmailov. Fuad Hüseynov oynadı. Əsən Ağa İsmailov. Yenidən Fuad Hüseynov oynadı. Mərkəzə doğru bir ötürmə xətası da var idi. Müdafiənin ən girişinə gözlər yan hakimdədir, amma topa yetişməyi bacardı Raman oyuncuları. Çoxluq təşkil edirlər zaten qapılar önündə. Balarza Qədirli. Salam, hər vaxtımız xeyir. 18 nömrəli məhz Nurlan Dadaşov. İlk qolu qeydə alıb Ramanı formasıyla. Müdafiənin ən girişinə təhlükəli bölgədən Fərəc
Fərzəliyev Mirağa ilə oynayaraq uzaqlaşdırmağı bacarır. Bir qədər sanki birinci qoldan sonra, erkən buraxılan qoldan sonra Milbeyləqanın hücumları və pressingi meydanda hiss olunur. Bu qol sanki onlara bir xəbərdarlıq idi. Özlərinə gəlmək baxımından. Müdafiənin gerisinə qapçı! Keçid vermir. Region Liqasının ən yaxşı qapçılarından biridir. Məhz söhbət Milbeyləqan qapısı Cahangirdən gedir. Bağırıza Qədirli. Fuad Hüseynov oynamışdı. İman İmanlı. Fuad Hüseynov oynadı. Ələtin Məmmədov ötürməsini verdi, amma müdafiəçilər ayıq-sayıq davrandı. Top hələ də Ramana futbol komandasında da. Həsən Ağa. Müdafiənin ən gerisinə doğru görüşünə bir sərbə. Keçid verilmədi Rafiq Eyvazova. Top Cahangirdə qalır. Cahangir uzun oynayır. Bağırıza Qədirli. Top hələ də ondadır. Ön istiqamədə Səid Muradov əla gördü. Ona qarşı təzyiq də var. Milbeyləqan hücumu gerçəkləşəcəkmi? Rafiq Eyvazov mane oldu. Hücumun mövqeyini dəyişdi. Top isə meydanda saxlamaq sonrasında mümkün olmadı təbii ki də. Moderatorumuz var, bütün suallara cavab verəcək qarşılaşma haqqında. Bağırıza Qədirli. Fuad Hüseynov oynadı. Əngəliyə İnam İnamlı. Fuad Hüseynov. Kapitanı. Topu almaq mümkün olmadı. Bir qədər də sərt oynama var idi. Rafiq Eyvazov'dan Kamala qarşı. Bəli, ümumi hesabda Milbeyləqan komandası üstün tərəfdə, amma hal-hazırda bu qarşılaşma boyunca isə üstün tərəf Ramana futbol komandasıdır. Bağlarınızda Qədirlinin də təzyiq var idi, təzyiq İnam İnamlı da qoşuldu. Topu uzaqlaşdırmaq mümkün oldu. Ötürmə vermədən qabaq. Bəli, Şəfanın meydançasıdır. Nominal meydan sahibi Ramana futbol komandası. Qonaq komanda isə Milbeyləqan komandasıdır. Region Liqası çərçivəsində keçilən turnirdə məhz 8-də 1-in cavab görüşüdür. İlk görüşü isə 3-0 Milbeyləqan komandası xeyrinə. Bağlarıza Qədirli yerdə qaldı. 2-7 nömrəli mübarizəsini izlədik. Fərəc Fərzəliyev keçid vermədi. Mirağa çıxışda düzgün oynadı. Bağlarıza Qədirli. Fuad Hüseynovu gördü.
Sol cinaqda müdafiənin gerisinə. Rəhim Nağıyev topu ram etməyə bacarır. Qapı qarşısında bir ötürmə. Boşda qalan topa yelənmək mümkün olmadı Nurlan Dadaşov adına. İndi ən gerdə Balaza Qədirli. Hücumu davam etdirəcək. Bir rəqiblərindən sırıldı. Balaza Qədirliyə girən top yenidən istədi. Rafiq Eyvazov oynasın, amma bu artıq sürətli bir ötürmə idi. İstədiyi kimi alınmadı. Hazır keşləri məhz fasilədə göstərəcəm. Zəhmət olmasa takip atmağı unutmayaq. Axşamda Razində final var. Həvəskarlar Liqasında ötürmə sonra alacağı gir. Onu ram etmək çox da asan iş deyil. Qapı qarşısına ötürmə. Uzaqlaşdırmaq mümkün oldu. O da bir qədər tam şəkildə soğuşdurulmayıb. Rafiq Eyvazov araya əla girdi. Cəlmə meydançasına daxil olsa da qarşısı alınır. Hal-hazırda 16-cı dəqiqədə geridə qalıb. Yenidən Rafiq Eyvazov. Yerdən göndərdi. Rəhim Nağıyev. Fuad Hüseynov keçid vermək mümkün olmadı burada. Keçid verilmədi. Zəmbini düzəldim. İnamla. Müdaxilələr yetərsizdir. Uzaqdan bir şət. Qapıdan yan keçir. Müdafiənin gerisinə. Rəhim Nağıyev. Fuad Hüseynov oynadı. Sağ diagonal əla bir ötürmə. Ötürmə qəbul edildi Rafiq Eyvazov tərəfindən. Qapını süzdü, yerdən göndərdi. Seyid Muradova. Keçid verilmir ki, verilmir. Ətdən divar örüblər. Milbeyləqan oyuncuları. Özlərinə aid olan hissədə. Yerdə qalır. Seyid Muradov gözlər bir qədər hakimə çevrildi. Hakimə işinə yoxdur deyir. Qərar verilmədi. Fuad Hüseynov. Balaza Qədirli. Sol cinaqda əla gördü. İçəriyə doğru ötürmə, müdafiəçilər inamlı oynadı. Milbeyləqanlı oyuncular uzaqlaşdırmağı bacarır. Şimdi Kamal. Akrobatik cəhdə gəldi ondan. Topu komandasına saxlamağı bacardı. Sağ cinağa əla ötürmə. Fərəc Fərsəliyev qarşılamışdı sonrasında Əsanağa. İsmailov. Topu təhlükəli bölgədən belə uzaqlaşdırırlar. Balaza Qədirli. Fuad Hüseynov istiqamətinə. İndi Nurlan Dadaşov. Top isə ən geridə Mirağa Ağayevdə qalır. Goalkeeper Ramana futbol komandasının. O da bugün inamlı oyun sərgiləyir. Hər zamanki kömək Fuad Hüseynov. Əsanağa İsmailov. Balaza Qədirli ilə oynadı. Yerdən göndərdi. Nağıyev. Baxdı qapıya. Zərbəsini endirdi amma. Qapı arda. Topun getdiyi istiqamət arda. Yan keçir. Cahangir başlanacaq. Ümumi hesab 3-1 Milbeyləqan komandasının xeyrinə. Hal-hazırda 4-1-ə gedən yol daha şəffaf görsənir Milbeyləqan komandasına.
Fuat Hüseynov. Rafiq Eyvazov əla gördü. Seyid Muradova keçidi verilməmişdi burada. Qarşısı bu cür alınır. Seyid Muradovun. Amma gün zərbəsi qazandı bu cür qarşılaşmalarda. Gün zərbələri qolun yarısıdır. Görə necə değərləndirəcək Ramana futbol komandası? Fərqi minimuma indirmə şansı. Qapı qarşısına ötürmə. Uzaqlaşdırmaq bir qədər mümkün oldu. Rafiq Eyvazov. Bazı istiqamətinə bir akrobatik cəhdə gələcəkdi, amma qarşı alınır. Nurlan Dadaşova. Keçid verilmədi Nurlan Dadaşova. Böyle cevap oynadı. Rəhim Nağıyev. Yerdə qalır gözlər. Bir qədər yenidən hakimə çevrildi, amma hakim qalx deyir. Yerdən göndərdi. Seyid Muradov. Topa yetişərsə təhlükəli olar. Kamal uzun oynadı. İnam İnamlının da təzyiqi var. Yaxın küncünü bağlamışdı. Keçid vermədi. İnam İnamlı bu epizodun qarşısını alır. Həsən Ağa İsmailov. Balaroza Qədili ilə oynamışdı. Yenidən topla Kamal uzaqdan bir şut. Mirağanın baxışı. Baxış bıçağı altında top meydanı tərk edir. Həsən Ağa İsmailov sürəsidir. Nağıyevlə oynadı. Nurlan Dadaşov. Gəlişinə bir zərbə, amma baxdı süzdü qapını, zərbəsini indirdi, çərçivə tapmaq mümkün olmadı. Lənkəran azarkeşlərini də təbrik edirik. Məhz Bərdə qarşısında 2-0'lıq üstünlükləri davam edir. Digər oyunlarla bağlı hesabları bilirsinizsə, qeyd edərsiniz, onları da canlı yayımda izləyicilərlə bölüşdürərik. Uzun oynadı. Mərkəzdə topu qəbul etməyi bacardı Milbeyləqan oyuncuları. Nağıyev. Topla indi irəliyir Nağıyev. Bir rəqibindən sıyrıldı. İndi Fuat Hüseynov oynadı. Cınaq dəyişikliyi. Rafiq Eyvazov. Ona qarşı bir qədər də sərt oynanış vardı Rafiq Eyvazov. Marsel dönüşü ilə Allah keçdi, aldatdı rəqibini. Davamı gəlmədi, amma əks hücum şansı indi İnam İnamlı daha sürətli davranır. Keçid vermir. Milbeyləqan hücumlarını ard-arda dəf edir İnam İnamlı. Artıq bu 3-cü epizoddur ki, İnam İnamlının imzası var. İnan deyirəm qardaş, elə mən. İman demirəm ki, inan deyirəm də mən də. Okey. Balırsa getirli. Hepsi artıq bəllidir. Teşekkürler. Olur arada. Miraq Ağayev. Fərəc Fərzəliyevlə oynadı. Nağıyev istiqamətinə. Aşıdı başı əhdi. Sədi kimi alamır, yerdə qalır. Sədi Muradov. Solcaqda bu səfər İman yoxdur orta. İman yoxdursa Fərəc Fərzəliyev var. Mayn olmağı bacardı. İman da özünü çatdırmağı bacardı. Və topu rəqibindən qoparır. Komandasına qazandırır. Standart bir vəziyyət.
Hakim sonunda fitinin olduğunu xatırladı. Və qarşılaşmanı dayandırır bu qayda pozuntusuna görə. Standart bir vəziyyət yerinə yetiriləcək. Zədələr dəqiqləşdikdən sonra belə hər iki oyuncu da davam edə biləcək. Standart vəziyyəti. Problem yoxdur, gedə bilərsən. Mən buradayam. Milli Leqan oyuncuları yerinə yetirəcək. Hesab 3-1. Milli Leqan komandasının xeyrinə davam edir. Heç şübhəsiz bu ev tapşırığıdır. Bu qədər gözlədiklərinə görə, bu qədər səbirli davrandıqlarına görə heç şübhəsiz bu ev tapşırığı olacaq. Hakimi piti səsləndi, yerdən göndərildi. Canlı şəhətdə də tuş gəlmişdi. Öncəsində İman uzaqlaşdırmağı bacarır. Nağıyev və referi yenidən qarşılaşmağı dayandırır. Ümumi hesab 3-1'dir. Ümumi hesab. Vüsal qardaş, ümumi hesab. Yəni bu qarşılaşmanın hesabı ilə bəlli olmur ki qazanan. Ümumi hesabla bilinir də. Qapı qarşısına ötürmə. Sərt alada. Yirmi 7-ci dəqiqədə. Kim odur? Hal-hazırda ümumi hesabla Milli Leqan komandası. Amma hesab bu qarşılaşmadan gedirsə 27 dəqiqə ərzində 1-0'lıq Ramana futbol komandasının üstünlüyü ilə davam edir. Fuat Hüseynov müdafiənin ən girisinə. Seyid Muradov da oradaydı. Özünü topa çatdırmağı bacarır amma Milli Leqan oyuncusu yerdə qalır. Həkim çağırılır. Meydana daxil olacaq. Böyük ehtimalla zədəsi böyükdür. Və qarşılaşma bərpa olundu. Az əvvəl zədələnən oyuncu davam etdirə bilməyəcək qarşılaşmanın geri qalan hissəsində. Öyle hakimi piti səsləndi, qarşılaşma bərpa olundu. Fuat Hüseynov sağ çınarla oynadı. Həsən Ağa Fərəc Bərzəliyev də oynamışdı. Fuat Hüseynov. Aşkarena. Sol çınaqda Həsən Ağa İsmailov. Yerdən göndərdi Balarza Qədirli üçün. Balarzanın ötürməsi isə alınmadı komanda yoldaşına. Tac atışını yerinə yetirəcəklər. Təbii də uğurlu alınmadı. İndi tac atışı sırası. Milli Leqan oyuncularına keçdi. İkili mübarizədə Fuat Hüseynov qarmaşıqlıqdan əla istifadə etdi. Topu komandasına qazandırmağı bacarır. Ələddin Məmmədov istiqamətdə oynamışdı. Müdafiə yenə keçid vermədi. Ələddin Məmmədov. Yanında Fuat Hüseynov da var idi. Məhz ən geriyə İmanla oynamağı seçdi. Balarza Qədirli. Sağ aşağıda Həsən Ağa İsmailov. Daha bir təhlükəli hücum Ramana futbol komandası adına. Meydanda yeganə qolun sahibi Nurlan Dadaşov əla ram etməyi bacarmışdı. Sinəsilə də yumuşatdı topu amma müdafiəçilər bir də uzaqlaşdırmağı bacarır.
İkinci gol sanki tilsimlənib Ramana futbol komandasına və əllə oynama. Fərəc Fərzəliyev. İdi bu oyuncu. Standart vəziyyəti isə məhz Mirbeyləqan komandası adına yönətiləcək. Müdafiə tuş gəldi top. Yenidən top Mirbeyləqan oyuncularındadır. Hücum davam edəcək. Həmlə hələ də bitməyib. Müdafiənin gerisinə Miraq Ağayev də qalır. Çıxışda düzgün oynadı. Bütün riskləri aradan qaldırdı. Fərəc Fərzəliyev və Sənaq İsmayılovla. İndi balarınızda qədirliyə əla hərəkətlər izlədik ondan. Top hələ də Ramana futbol komandası oyuncularında da. Fadisilov topu itirir. Ümumi hesabı 3-1'de. Müdafiənin girişinə daha bir tehlikeli epizod. Qapı qarşısına ötürmə olduqca uğursuz alınır. Hətta top meydanı da keçir gedir. Nəinki top qapının yaxınlığına belə gəlsin. Miraq Ağayev başlanacaq qapıdan zərbə ilə. Miraq Ağayev. Artıq Mirbeyləqan oyuncuların təzyiqi hiss olunandı meydanda. Ələtin Məmmədov. Geriyə. İmanlı oynadı. Fuat Hüseynovu da gördü İmanov. Müdafiənin ən girisinə ötürmə isə olduqca uğurlu alınmadı. Top isə Cahangirdə qalır ən sonda. Fuat Hüseynov. Qapı qarşısına ötürmə Cahangir. Varsa gətirli. Səyid Muradovun da təzyiqi var idi. Rafiq Eybazov. Rəqib oyuncular topu qopartmağı bacardı. Artıq ilk hissənin sonlarına yaxınlaşırıq. Fadisilov qaydanı pozur. Standart bir vəziyyət qazanır yenidən. Mirbeyləqan komandası. Görək bu ev tapşırığını necə yerinə yetirəcəklər. Hal-hazırda ümumi hesabda Mirbeyləqan. Hakimi Pidisə səndə. Gəlişinə bir zərbə. Zərbənin qarşısı alır idi Fuat İsmailov, daha doğrusu Hüseynov. Bağırsa qədirli. Sağ komanda yoldaşı Rafiq Eybazov əla görmüşdü. Müdafiənin ən girisinə. Rəhim Nağıyev istiqamətinə gələn top müdafiəçilər tərəfindən uzaqlaşdırılır. İman. Sonrasında Fuat Hüseynov. Həsən Ağa İsmailov. Rəhim Nağıyev istiqamətinə. Risksiz bölgəyə Fuat Hüseynova doğru yolluyor. İman. Ələtin Məmmədov. Yerdə qalır, etirazlar var bir qədər. Daha bir Mirbeyləqan əks hücumu başlamadan sonlanır. İman. Fuat Hüseynovun da müdaxiləsi yetərsiz almışdı amma bir qədər səhvini sonrasında düzəltməyə bacarır.
Fərəc Fərzəli və Əngəli Mirağa Qayıblı oynadı. Hesab 3-1. Ümumi hesabdan söz gedir. Balarıza Qədirli. Topla tek başına irəlilədi. Ötürməsi komanda yoldaşına Səid Muradova gəlib çatmadı. Bir qədər hər iki tərəfdə də ötürmə xətaları var. Puatsiyonov sürətlə topa çatarsa təhlükəli olar. Tac açı qazanır. Ramanov futbol komandası. Ən geriyə Həsən Ağa İsmailov oynadı. Barsa Qədirli. Top meydan tərk edir. Həsən Ağa İsmailov başlatdı. İndisi top imanda. Yerdən göndərilir. Müdafiəçilərin o kritik müdaxiləsi gözdə görünədə. Keçid verilmir ki, verilmir. Ramana komandasının ikinci qolu atıb fərqi azaltmağına. Rafiq Eybasov. Səid Muradov oynadı. Bir cınaq dəyişikliyi İman İmanlı. Gəlişinə bir zərbə. Yan keçir. Tac açı qazandı. Ramana futbol komandası. El oynama etirazları və ədalət təmsilçinin gözündən qaçmır. El oynama var idi. Şurtal hazırda elə 3-1'dir, davam edir. Dəyişikliyi yoxdur ümumi hesabda. Beyləqan səhtaları altında. Mir Beyləqanın standart vəziyyəti yönetilir. Müdafiənin gülüsünə. Mirağa Qayıb. Keçid vermədi. Həsən Ağa İsmailov. Yerdən göndərdi. Bir cınaq dəyişikliyi. Ələtin Məmmədov. Elnur biraz beri açıl Elnur. Mahmut çok gitme, Mahmut çok gitme. Bağla bunu, bağla bunu. Bunu bağlıyor karşılayacaklar. Barsa Qədirli. Mümkün olmadı topu. Ələ keçirtmək. Və daha bir qayda pozuntusu. Fuad Hüseynov. Barsa Qədirli. Fərəc Fərzəliyev. Yeniden Fuad Hüseynov Barsa Qədirli oynadı. Rəhim Nağıyev. Cərimə meydançasına daxil olan olmaz onu uzaqlaşdırmaq mümkün oldu. Həmlə davam edir Həsən Ağa İsmailov. Rəhim Nağıyevlə oynata, yerdə qalır. Sadat bir vəziyyət topun başında. Fuad Hüseynovu görəm. Yanında isə Balarıza Qədirli var. Və bəli artıq Fuad Hüseynov topun başından uzaqlaşır. Barsa Qədirli yerinə itirəcək bu standart vəziyyəti. Ramanı Beyləqa ki, daha doğrusu futbol komandası ikinci qol axtarışında. Balarıza Qədirli ilə.
Qapı qarşısı ötürmə uzaqlaşdırmaq mümkün olur. Bu alqışlar Miri Beyləqan müdafiəçiləri üçündə. Miraq Ağayev. Əla aldatdı keçdi. Olduqca riskli bir fənd idi bu. Rafiq Eyvazov. Fuad Hüseynova əla görmüşdü. Həmlə davam edir Nurlan Dadaşov və yan xatı həkiminin bayrağı havadadır. Müdafiədən keçsinə. İmanlı. Uzaqlaşdırmağı bacarır. Amma əmlə davam edəcək. Görə necə dəyərləndirəcəklər? Bu tac atışını olduqca təhlükəli bir bölgədəndir. İman bir qədər uzaqlaşdırıldı, amma qayda pozuntusu var. Standart bir vəziyyət. Ədalət təmsilçisinin gözündən qaçmadı bu epizod. İndi isə eyni epizodun təkrarı canlanacaq. Bu səfər Ramanı qapı qarşısında. Qapıya dolun, qapıya, axıra yaxındır. Tamam. Hakimin piti gözlənilir. Beyləqan sədaları yüksəlir aşkar ərata. Qapı qarşısı ötürmə. Keçid verilmədi. Taç atışı yönetiləcək Ramanov futbol komandası adına. Canlı yayımı takip etməyi, bəyənməyi unutmayaq ekrana. Daha çox kütlənin qarşısına çıxsın deyə. Nurlan Dadaşov. Müdaxilələr yetərsizdir. Top bir Beyləqan oyunçularında qalır. Həmlə davam edəcək. Hakim davam. İşarəsini verib. Bağlısa Qədirli qarşısında top uzaqlaşdırmağı mümkün etdi. Əks hücum həmləsi Ramanov futbol komandası adına. Təbii ki, başlamadan sona yetir. Əla bir ötürmə Miraq Ağayev çıxışda düzgün oynayır. Belə canlı yayımızı izləyək, takip ataq, zəhmət olmasa. Fuad Hüseynov yerdə qalır. Qayda pozuntusu var. Fuad Hüseynova doğru. Ümumi hesap 3-1'dir. Bir Beyləqan xeyrinə. Gel bundan oyna. Mahmut. Fereç Ferzeliyev doğru oynata. Topa yetişmək mümkün oldu. Seyid Muradov ram eder etmez topu itirmeyi saniye bile çekmedi. Fereç Ferzeliyev həmlə devam eder. Həsən Ağa İsmailov balansa Qədirli. Fuad Hüseynov İmanlı istiqamətinə. Qarşısında Əliyəddin Məmmədov var. Onunla oynadı. Tako, merkeze verme kuraylara. İman.
Seyid Muradov. Ferenc Perseliyev. Həsən Ağa İsmailov. Ötürməsi keçdi. Yerdə qalan oyunçu var. Gözlər hakimdədir. Həsən Ağa İsmailov. Vay vay vay. Nurlan Dadaşov. Top elə keçirtməyi mümkün olmadı. Yerdə qalır. Ədalət təmsilçisi oyunu bir daha saxlayır. Balza gətirli. Rafiq Eyvalsov istiqamətinə. Standart vəziyyətlər ard-arda sıralanıb. Daha bir Ramana hücumunu izləyəcək. Uzaqlaşdırmaq mümkün olur və bu da ilk hissəni bitirən final peti səslənir. İlk hissənin nəticəsi 1-0 Ramana futbol komandası xeyrinə, amma bu hələ də üstünlük demək deyil. Bir ikinci hissədə bizləri nələr gözləyir?